İranın xüsusi xidmət orqanları bu gecə Güney Azərbaycan Milli Oyanış Hərəkatının İrandakı rəhbər üzvlərini həbs ediblər. Bu haqda nə deyə bilərsiniz? Bunu mən tam dəqiqliyi ilə sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bu artıq təkcə Güney Azərbaycan Milli Oyanış Hərəkatının aktivləri deyil, ümumiyyətlə Güney Azərbaycan Milli Hərəkatı adı altında olan həbslərdir. İran kəşfiyyat orqanları tərəfindən Babək qalasında yürüş məsələsi yaxınlaşdıqca bunları yavaş-yavaş sıxışdırmağa başlayırlar. Bunların içində təbii ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvləri də var. Yürüş Mehrəlizadə və eyni zamanda digər, yəni hərəkatın aktiv üzvləri, indi mən bəzi təşkilatların, yəni onların əmniyyəti üçün adlarını çəkmək istəmirəm. Son Güney Azərbaycan Milli Oyanış Hərəkatı özləri bu məsələləri açıqlayıb, onun üçün mən qalan təşkilatların adını çəkmirəm. Amma burada var mühəndis Qulam Mirzə Əmani 7 il həbsdən yenicə çıxmışdı. Bunu da həbs eləyiblər Tehranda. Bilirsiniz, ASMEK saytı var. Dünya Azərbaycanın həqiqətlərini sayt vasitəsilə dünyaya çatdıran bir saytıdır. Onun aktivlərindən həbs olunub. Səid Muğanlı var, İlqar Mərəndli var. Son onların hələlik hər hansı bir suçları məhkəmə tərəfindən və ittihad orqanları tərəfindən sübuta yetirilmir. Ola bilsin ki, onlar özlərinə müdafiə edirlər. Onun üçün biz onların adlarını çəkmək istəmirik. Yəni son bu həftənin içində 7-8 nəfər aktivlərdən həbs olunub. Bununla bağlı bir çox təşkilatlar, Dünya Azərbaycanlıları Konqresi, onun sözçüsü Əhməd bəy Obalı dünyanın müxtəlif beynəlxalq təşkilatlarına, Amnesty International təşkilatına, digər beynəlxalq təşkilatlara, Avropa, İranın, yəni beynəlxalq təşkilatın İran üzrə xüsusi onun nümayəndəsinə bu barədə müraciət ediblər və təbii ki, güneydəki, yəni hərəkatın aktivləri də bu barədə etiraz mitinqlərinə hazırlaşırlar. Son zamanlar İranda Ali Dini Rəhbər Xamneyinin ünvanına müxtəlif tənqidlər səsləndirilir. Mətbuat və Söz Azadlığını Müdafiə Dərnəyi də açıq məktubunda Xamneyiyə öz iradlarını bildirməkdən çəkinməyib. Qeyd etdiyim kimi, Güney Azərbaycanın istər ən adi insanları, istər onun yazarları, ziyalıları, jurnalistləri və digər kateqoriyaya aid olan bütün Güney Azərbaycan türkləri artıq son zamanlar ümumiyyətlə Güney ilə bağlı siyasi arenada demək olar ki, çox aktiv iştirak edirlər və 270 nəfər Güney yazarları tərəfindən, ziyalıları tərəfindən dini rəhbər Xameneiyə, Prezident Xatəmiyə açıq bir məktub yazıblar. Orada Güney Azərbaycanda bir çox jurnalların, dərgilərin, qəzetlərin Təbriz, Urmiya, Zəncan, Ərdəbil məhkəmələri tərəfindən qapadılması ilə bağlı açıq şəkildə bildiriblər. Bizim müstəqil jurnalistimiz İnsafəli bəy Hidayət və ittihad tərəfindən həbs olunub və təxminən 30 aya yaxın ona həbs cəzası verilib. 24 aprel erməni soyqırımı ilə bağlı etiraz mitinqləri keçirilib Güney Azərbaycanında. Bu haqda deyə bilərsinizmi? Bildiyiniz kimi Güney Azərbaycan bu erməninin özlərinin tarixində 24 aprel sözdə erməni soyqırımı kimi erməni gəncliyi dünyanın müxtəlif ölkələrində bu barədə tədbirlər planı həyata keçirilir. Bunlar Güney Azərbaycanın müxtəlif şəhərlərində bunu həyata keçirə bilməsələr də, amma Fars rejimi, bugünkü hakim Molla rejimi onlara Tehranda şərait yaratdılar və Türkiyə Azərbaycanın səfirliyi önündə erməni soyqırımı ilə bağlı böyük bir mitinqlər hazırladılar. Ölüm olsun Azərbaycana, ölüm olsun Türkiyə divarlara bu şüarları yazdılar. Hətta bizim aldığımız məlumata görə bu şüarların yazılmasında İranın xüsusi dövlət orqanları bunlara şərait yaradıb və bunların demək olar ki, əmniyyətini, mühafizəsini təşkil edib.